Əgər ətrafında depressiv, anksiyetəsi olan və yaxud da paranoid şizofreniyadan əziyyət çəkən, ya da məsələn narsistik tip, ya da borderline tip şəxsiyyət pozulması olan insanlar varsa, bu zaman diqqətli olmalısan. Yəni uzun sözün qısası, psixoloji vəziyyəti stabil olmayan insanlar. Nəyə görə? Çünki bu durumlar müəyyən qədər yoluxuculuğa malikdir. Təbii ki, burada sözü gedən yoluxuculuq bioloji yoluxuculuq deyil. Məsələn, bu xəstəliklərin səbəbi adətən hər hansısa bir virus deyil ki, bu bir insandan digərinə keçsin və yenidən psixoloji vəziyyətdə problem yaratsın. Bunlarda söhbəti gedən, yəni mövzusu gedən yoluxma növü sosial yoluxmadır. Sosial yoluxma bizim beynimizdəki müəyyən neyron qruplarının təsiri altında baş verir. Belə ki, bu neyron qrupları ayna neyronlar, yəni güzgü neyronlar adlanır və bunların vəzifəsi bir insanın həm də müəyyən davranışları öyrənməsində yatır. Belə ki, məsələn, biz həyatımız boyu müxtəlif insanlarla təmasda oluruq və hər cür insandan bir cür davranış görürük, müəyyən qədər bir şeylər mənimsəyirik. Elə ən bariz nümunə balaca uşaqlarda ola bilər. Belə ki, balaca uşaqlar böyüklərin davranışlarını görürlər və yamsılamağa öyrənməyə başlayırlar. Bəs bu ayna neyronlarının rolu, yəni ayna sinir hüceyrələrinin, güzgü hüceyrələrinin rolu bəs psixoloji problemlərdə nədir? Bu zaman belə ki, biz əgər psixoloji durumu stabil olmayan bir insanla uzun müddət bir yerdəyiksə, fərqinə varmadan çox zaman bu davranışları biz də nümayiş etdirməyə başlayırıq. Məsələn, bu sırf həmin o davranışı nümayiş etdirmək kimi də ola bilər. Məsələn, depressiv bir insanla bir yerdə yaşayırsansa, müəyyən müddətdən sonra sən də depressiv duruma gəlirsən, əhval-ruhiyyən yerində olmur, mənfi, negativ düşüncələr beynində arta bilər. Və yaxud da əksinə, müəyyən qədər müdafiə mexanizmləri formalaşdıra bilərsən. Necə yəni? Məsələn, narsistik tip bir insanla, yəni narsistik tip şəxsiyyət pozulması olan insanla bir yerdəsənsə, sən ilk öncə təbii ki, o insana özünü daim xoş göstərmək istəyirsən. Çünki qarşındakı səndən adətən razı olmur heç zaman. Və özünü sübut eləməyə çalışırsan, özünü onun gözünə belə deyək, salmağa çalışırsan ki, mən yaxşıyam, mən sənə layiqəm falan filan. Halbuki o narsistik tip insan çox manipulativdir və buna görə səndə bu cür problemlərə səbəb olur. Yəni o səni manipulə edir, səni özdəyərsiz hiss edir və müəyyən müddətdən sonra sən o insanın gözündə dəyərli olmaq üçün özünə əl qatırsan. Və bu durumda bir yerdən sonra psixoloji yorulmaya gətirib çıxarır. Belə ki, özü onun gözünə salmaq istəyirsən, gözündə gözəl göstərmək istəyirsən, lakin bunu bacarmırsan, çünki ona görə yox ki, səndə problem var, ona görə ki, qarşı tərəf hər zaman narazıdır və səni pis hiss elətdirməyin peşindədir. Və bu zaman təbii ki, bir yerdən sonra səndə yorulmağa, türklər demişkən yıpranmağa gəlib çıxır sənin sinirlərin. Və yaxud da sən də müəyyən qədər bu insanla birlikdəsənsə, manipulyasiya texnikaları inkişaf etdirməyə başlayırsan, özünü qorumağa. Ya da anksiyetəsi, yəni qorxu problemi olan, daim qorxular içində yaşayan, məsələn, gələcək qorxusu, necə olacaq sualı daim beynində fırlanan bir insanla bir yerdə yaşayırsansa və yaxud da çox yaxın münasibətdəsənsə, bu insanın bu duyğuları da sənə müəyyən müddətdən sonra keçə bilər. Belə ki, sən də utancaq, çəkingən, gələcək qayğısı ilə dolub daşa bilərsən və yaxud da bu müəyyən qədər səndə narahatçılıq, psixoloji instabillik, yəni stabilliyin pozulmasına gətirib çıxarır. Buna görə də məhz bu durumları hər nə qədər erkən fərqinə varsaq, bizim üçün o qədər faydalıdır. Yəni, çox yaxın münasibətdə olduğumuz insanda əgər psixoloji durumunda stabillik yoxdursa, daim dalğalanır, get-gəli varsa, bunun bizə təsir etməməsi üçün nə qədər erkən bunun fərqinə varsaq, o qədər yaxşı. Daha sonra nə edə bilərik? Məsələn, öz sərhədlərimizi müəyyən edə bilərik. Yəni, mən bu insanla birlikdəyəm, bu insanla yaşayıram, ancaq bu insanın mənə təsir etməsinə icazə vermirəm. Və siz, məsələn, öz sərhədlərinizi göstərərək, hər şeyə razı olmayaraq, yaxud da müəyyən mövqelərdə, müəyyən münasibətlərdə, mövzularda öz mövqeyinizi göstərərək bu duruma müəyyən qədər öz beyninizdə aydınlıq gətirə bilərsiniz. Və təbii ki, müəyyən qədər həyat fəaliyyətini yaxşılaşdıran, enerjini qaldıran şeylərlə məşğul olmaq. Məsələn, idman kimi,
gəzmək, qaçmaq və yaxud da hər hansısa bir sevdiyiniz idman sahəsi ilə məşğul olmaq, enerjinizi daim yüksək tutmağa çalışmaq, sizi motive edən işlərlə məşğul olmaq və təbii ki, insan psixologiyası barədə biraz daha araşdırmaq ki, qarşınızdakı necə bir insandır və o insanla necə yola getmək olar. Bütün bunlar sizin üçün təbii ki, nəhayətində faydalı olacaqdır. Ümid edirəm ki, ətrafımızda daim pozitiv enerjili insanlar olsun, gözəl enerjili insanlar olsun. Ən azından enerji söhbəti həqiqətən də mənə görə doğru bir söhbətdir. Necə ki, Wi-Fi-ın enerji olduğuna inanırıq. Yəni Wi-Fi görmürük, amma bir şəkildə onun vasitəsilə internetə daxil oluruq. Təbii ki, insan da daim aktiv bir şəkildə fəaliyyət göstərən bir enerji bütünüdür. Buna görə də ətrafımızdakı insanların enerjisi, aurası, əhval-ruhiyyəsi nə qədər gözəl olarsa, bizim üçün də o qədər gözəl olar. Necə deyərlər, bülbül gözəlliyi aparır, qarğa isə xarabalığı aparır. Ona görə də ətrafımızdakı bülbüllərin çox olması diləyi ilə, özümüzün də bülbül olması diləyi ilə növbəti videoya dək görüşənədək. Əgər videonu bəyəndinizsə, bəyənib, paylaşıb, komment yazmağı unutmayın.